Bayram günlərində Naxçıvan Mərkəzi Xəstəxanasında növbətçi həkim olmadığından onları tibb bacıları, bəzən isə xadimələr əvəz edib. Xəstəxanada təcili tibbi yardım üçün zəruri vasitələr, şpris, ağrəkəsici, bint, spirt və digər ləvazimatlar da tapılmayıb. Bu səbəbdən xəstələrə Türkçəçarı üsullarla yardım göstərildiyi bildirilir. Yanavaz.com xəbər verir ki, bu barədə Gündəlik Naxçıvan məlumat yayıb. Bildirilibkən diqqət çəkən hadisə dekabrın 30-da baş verib. Ayağı qırıldığı üçün xəstəxanaya aparılan Mürsəlov Gündəlik Naxçıvana deyib ki, lazımi tibbi alət tapılmadığından sınıq ayağını sabitləmək üçün ayaqqabı geyməkdə istifadə olunan rajokdan istifadə edilib. Stat: Ayağımın ağrısından dayana bilmirdim. Xəstəxanaya çatanda sevindim ki, nəhayət kömək edəcəklər. Amma dedilər həkim yoxdur. Ağrı kəsici istədik, o da tapılmadı. Tibb bacıları yaxın gəlmədilər. Dedilər bu həkim işidir. Axırda xadimələr işi üzərlərinə götürdülər. Sınıq ayağı bərkitmək üçün alət olmadığından rajok gətirdilər. Onu bərkitməyə bint tapılmadı. Hardansa rezin tapıb bağladılar. Sonra dedilər ki, həkimlər bir neçə gün olmayacaq. Aparın sınıqçıya. Məcbur qalıb bu vəziyyətdə sınıqçıya getdim. O da yumurta sarısı ilə gips qoydu. Bu gün rentgenə düşmək istədim. Dedilər rentgen aparatı da işləmir. Statın sonu. Bayram günlərində ağır xəstə olan yaxınını xəstəxanaya aparan Gövhər Məmmədova isə bildirib ki, onların bəxti nisbətən gətirib və gec də olsa həkim gəlib. Lakin vəziyyət yenə də acınacaqlı olub. Stat: Bu boyda xəstəxanada həkimi yerində tapa bilmədik. Zəng etdilər. 1-2 saatdan sonra gəldi. Amma nə şpris var idi, nə ağrı kəsici, nə bint, nə də spirt. Ən axırda ləvazimatları belə aptekdən özümüz almışıq. Palatada oturmağa da icazə vermirlər. Deyirlər çarpayı çirklənər. Bu xəstəxana yox, taleyin ümidinə buraxılmış bir bina idi. Həkim yoxdur, dərman yoxdur, kömək edən yoxdur. Statın sonu.